Salam dostlar, salam. Oy, internetdə videolar, rast gəlmişəm ki, Bakının yalnız mərkəz belədir, yəni abadlaşıb, nə bilim, mərkəzdən biraz qırağa çıx, dəlixana, nə bilim, nə, hər şey, hər yerdə çirk, hər yerdə, nə bilim, bataqlıq, belə, elə. Fikrim odur ki, yəni, hər şey bizdən asılıdır, insanların özlərindən asılıdır. Yəni, biz öz evimizi təmiz saxlasaq, evimizin küçəsini təmiz saxlasaq, deməli, yəni, tək misal üçün, mən, siz, digərlər, hamı bunu eləsə, yəni, hər yer təmiz olacaq. Gedə-gedə, nə bilim, sigaret çəkən var, yerə sigaret bıçaq atmasa, nə bilim, semiçka oturub cırtdıya, xırt, yerə atmasalar, yəni, hər yer təmiz olacaq. Bunu yazanda, yəni, həmin adamın özləridir. Otururlar, yerə də tüfürürlər da, neynirlər. Sonra deyirlər ki, Bakının küçəsi belədir. Buna görə də qərara gəldim ki, bax, uzağa getməyim də, öz yaşayış ünvan tərəfində öz məhəlləmi videosunu çəkib paylaşım. Yəni, adı bina Sovet vaxtında tikilmiş 9 mərtəbə, nə bilim, belə qeyri-adi bir şey yoxdur. Amma, yəni, təmizlik baxımından, yəni, sağ olsunlar, dövlət sağ olsun, belə deyim. Təmizlik var, təmizlik personal təmiz saxlayır. Burada yaşayanlar insandılar. Düzdür, hamı eyni deyil, yəni 100% deyə bilmərəm. Tanımıram hamını. Amma yəni ümumi görünüşdən yəni belədir. Və adi 9 mərtəbə. Özü də fasad, heç fasad da deyil ha. Bu iç tərəfdəndir. Yəni çox vaxt deyirlər ki, üzdən bəzəyirlər, amma məhəllənin iç tərəfi binasını yenə remont etmirlər. Gül kimi təmir ediblər. Elə bir təzə Novostroykası. Amma 70-ci ildə tikilən bir binadır. Maşın üçün belə səliqəli yerlər. Səliqəli yerlər. Yenə gəzmək üçün yer var. Ağaclar var, yəni biraz qabağa gedib video çəkərəm. Görəcəksiniz ki, yəni lap meşədir. Nə bilim, skameykalar falan. Даже burada o yendir, o Sovet vaxtından qalan yolkamız, yolka deyil, qorka var, o dəmirdən. Yəni, konkret, yəni köynə məhəllədir də. Burada balaca bir ev. Bu təmizlik personal orada soyuq olanda otura bilər, çay içə bilər. Yəni, mərasim zalı deyil bu. Və kimsə pişiyə yemək verdi. Allah onların canını sağ eləsin. Bu da eyni şeydir. Əsas yol deyil, əsas yol oradadır. Normal binadır. İç tərəfdən də remont olunub. Burada belə dar yoldur. Belə bir maşın gəlir, sərnişin düşürülür, çıxıb gedir. Yəni parkovka falan yoxdur, uşağı rahat burax məhəllə oynasın. Maşallah məhəllə də böyüdür, genişdir. Bax, dövlət belə, nə bilim, prezident belə. Bax, məhəllənin içində təzə qorka, savremenli, belə deyirəm də. Cəmaatdan pul yığıblar, yox.
Özləri gəlib quraşdırıblar. Yenə deyirəm, mən siyasətçi deyiləm. Siyasətçi deyiləm. Söhbət ondan getmir. Sadəcə sözüm odur ki, biz burada yaşayırıq. Biz burada yaşayırıq. Yəni lazım deyil. Nəsə paylaşma eləyək sosial şəbəkələrdə ki, baxın ki, Amerikada, nə bilim, Avropada baxıb görsünlər ki, Azərbaycan necə yaşayır. Burada hər şey pisdir. Burada nə bilim nə. Hər şey o qədər də pis deyil. İdeal da deyil, amma bundan pis yerlər də var, bundan pis yaşayış da var. Yenə belə. Biraz sevgi qataq. Sevək Azərbaycanı, dövlətimizi, dəstək olaq. Və yenə deyirəm, hər şey bizdən asılıdır. Hər şey bizim əlimizdədir. Bax, tərtəmizdir. Tərtəmizdir. Sağ olun, xoş gününüz olsun.